Salam əziz dördüncülər və valideynlər. Sizləri kanalımda xoş gördük. Gəlin birlikdə tapşırıqları həll edək. Tapşırıqlara keçməmişdən öncə kanalıma abunə olmağı və bəyənməyi unutmayın. Gəlin başlayaq. Fəsil 1 yad planetlilər. Çalışma 1A. Kosmos haqqında bildiklərinizi danışın. Ulduz, planet, peyk sözlərini izah edin. Deməli, ulduz işıq və istilik saçan, ətrafında planetlər fırlanan səma cismi. Planet, ulduz ətrafında dövr edən kürə şəkilli səma cismi. Peyk, planet ətrafında hərəkət edən obyekt. İkinci, insanlar kosmosu necə tədqiq edirlər? İndiyənə kimi kosmonavtlar hansı göy cisminə ayaq basıblar? Deməli, insanlar kosmosu rəsədxanalarda astronomik cihazlar vasitəsilə tədqiq edirlər. Ay insanın ayağını dəydiyi yeganə səma cismidir. 1969-cu ildə Aya enən ilk insan Amerikalı Neil Armstrong olmuşdur. Üçüncü, ay nədir? Sizcə yerə ay yaxındır, yoxsa planetlər? Nəyə görə yerdən baxdıqda ay müxtəlif formalarda görünür? Ay yerin peykidir. Ay yaxındır, çünki yerin peykidir. Biz ayı görürük. Planetlər isə uzaq olduqları üçün görə bilmirik. Ay işıq saçmır. Səthinə düşən günəş şüalarını əks etdirir. Ay yerin ətrafında fırlandıqca onun görünüşü tədricən dəyişir. Birinci gün o görünmür, sonra aypara şəklində görünür. 14 gün ərzində bu aypara böyüyür və ay bütöv görünür. 4. Günəş sistemində yerdən başqa hansı planetlər var? Merkuri, Venera, Mars, Yupiter, Saturn, Uran, Neptun. Bu planetlər haqqında bildiklərinizi danışın. Bunları da siz araşdırma edərək planetlər haqqında danışa bilərsiniz. Çalışma B. Oxuduğunuz əsərlər və baxdığınız filmlər əsasında yad planetlər haqqında bildiklərinizi danışın. Deməli, bizə yaxın olan oxuduğumuz əsərlərdən biri, biz 2-ci sinifdə yad planetlilər dərsi adlı mətin keçmişik. Göstərilir ki, baş qəhrəman Aydın yediyi konfet kağızlarını ətrafa atır. Bunu görən yad planetli təəccüblənir və insanlar nə üçün planetlərini qorumur? O, Aydına dərs vermək qərarına gəlir. Aydının atdığı zibilləri onun yatağına daşıyır. Aydın səhvini başa düşür və bir daha ətrafı zibilləmir. Çalışma C. Yad planetlər mövcuddurmu? Mətnini dinləyin. Aşağıdakı şəkillərə baxaraq mətndə səslənən telepatiya və telekinez sözlərinin mənalarını təxmin edin. Siz onu yazaraq yad planetlər mövcuddurmu mətnini dinlədikdən sonra gəlin bu suallara cavab verək. Birinci şəkildə kağızın yerdən tərpədilməsi təsvir olunub. Bu telekinez bacarığına aiddir. İkinci şəkildə isə insanların bir-birinə fikir ötürməsi sxematik formada təsvir edilmişdir. Bu isə telepatiya bacarığına aiddir. Çalışma C. Müzakirə. Aşağıdakı problemə münasibət bildirməklə onların gəlişinə hazır olmalı mövzusunda müzakirə keçirin. Problem. Əgər yad planetlər bizim planetə gəlib çıxa bilirlərsə, planetimizi zəbt edib insanları əsir edə bilərlər. Biz onların mərhəmətinə ümid etməliyikmi? Təhlükənin qarşısını necə ala bilərik? Elm və texnikanı inkişaf etdirməliyik. İnsanların yaşaya biləcəyi başqa planetlər kəşf etməliyik. Çalışma D. Təsəvvür edin ki, yad planeti ilə qarşılaşmışsınız. Bu haqda hekayə yazın. Hekayəni yazmaqda məqsədinizi müəyyən edin. Hekayənin planını tərtib edin. Yad planetini və onun gəldiyi üçün boşqabı ətraflı təsvir edin. Deməli, hekayənin planı tərtib edək. Məktəb yolunda uçan boşqabın gəlişi, yad planeti ilə söhbət, yad planeti ilə dostluq və ya onun məhvi, yad planetinin xəbərdarlığı. Mən məktəbə gedirdim, yolda tək idim. Birdən uğultu səsi eşitdim. Mən yuxarı baxdım. Diskə bənzər dairəvi əşya işıq saçırdı.
O mənim üstümə gəlirdi. Mən qaçmağa başladım. O mənim arxamıza gəldi. Yerə indi və içərisindən bir məxluq çıxdı. O mənimlə salamlaşdı. O mənə kömək etmək istəyirdi. Dedi ki, planetiniz çirklənib. Sağlamlığınız təhlükə altındadır. Planetinizi qoruyun. Ətrafı təmiz saxlayan ağacları qırmayın. Bugünkü tapşırıqlarımız bu qədər əziz şagirdlər. Kanalımıza abunə olmağı və bəyənməyi unutmayın.